onun xəstəliyi. Mən özüm həkiməm. Ürəyim partlayır. Vallahi demək istəyirəm ki, onun problemi çoxdur. Natiq həkim deyir, amma Arzu onu başa düşmür. Çünki başa düşmür də. Onun problemi çoxdur. Qadan alım, Sona xanım. Onu 3-4 aydan, 5 aydan sonra yenə onkologiyası qalxa bilər. Onun trubaları çox pis gündə idi. Yəni çox infeksiyası var idi. O gərək indi özü ilə məşğul olsun. Mən ona da yazmışdım canlıda ki, Arzu özünlə məşğul ol. Başqa şeyləri qoy qırağa. İndi siz anasız baş sizə demək istəyirəm. Başa salın ona, qadan alım. Yazıqdır o. Vallahi yazıqdır. Ay hanım, sen başına dönüm. Ona həkim canım bir bak. Həkim ona dedi ki, bir insan aile olmaz. Yani kişi olmaz. Bəli, bəli. Ve bu niye gedir? Bak bu cındır şerefsize niye gedir? Niye beni biabırlayır? Mən ona görə çox büyünə hirsləndim, əsəb keçirtdim. Ben büyünə ölmüşəm, mənim xəbərim yoxdur. Mən büyün nervidən, atasıyla mən nervidən ölmüşəm. Axırı bayaq canlaşmışam, ucu canlı da danışmışam. Başa düşürəm. Mən sizi çox yaxşı başa düşürəm. Siz anasınız. Başa düşürəm. Valla mən sizə çox hörmət eləyirəm. Esmira xanıma həddindən artıq hörmət eləyirəm. O mənə tanıyır. Xanım, bax belədir, vəziyyət yaxşı deyil ha. Qız xəstədir. Əməlli başlı müalicə olunmalıdır. Bu amma bilmirəm valla nə fikirləşir. Axır o özünü bir təhər eləyəcək ya. Bu ginekologiya özünüz də bilirsiniz ki, qadın xəstəlikləri. Bu çox çətin bir xəstəliklərdir. Bu gərək müalicə olsun. Yəni belə boş buraxmaq olmaz. Nə bilim bir padruqası varsa ya bir tanışı başa salsınlar ona. Ki zarafat eləməsin. Sona xanım. Ay can, sən qurban olaram. Mən orada olanda bacı, mən orada olanda gördüm bu gedə göz baş qaynayır. Özünü də adam kimi apara bilmir. Mən Arzuya dedim ki, Arzu, ondan biraz aralaş, ona kobud cavab ver. O sırtıq masalka kimi gəl. Arzu elə ağır cavab verdi ki, dilimi qarnıma qoydum. Başa düşürsən? Dememiş bunlar birbirlerini sevirlermiş. Ben neyinirəm ama hele adam lazımdı. Bacı, sen kurban ol. Ben abrum da var, hayam da var. Hamın yan 5 adamın içinde benim hürmetim de var. Ben hiç kime pis olmamışım. Bu beni təmiz el qınağında mən biabırladı. Vay. Mənim ona sadəcə Arzuya yazığım gəlir. Yazığım gəlir. İstəyirəm ki, düzəlsin. Hər barədə düzəlsin. Həm xəstəliyi çıxsın, getsin, düzəlsin. Yaxşı bir kişi tapsın, ərə getsin. Yəni, bax, belə yazı ona görə danışıram. Mən sağ ol, qadanam, sağ ol. Mən çıxmıram canlılara. Yəni, elə belə də, yəni, yazıram nəsə. Amma sizi gördüm, ona görə xahiş elədim ki, məni qaldırın. Mən sizə bəs bunu başa salım. Mən bilmirəm Arzuya nətəri bunu çatdıraq ki, ay qadan alım, ay başa dedim, ay qızım, sənə olmaz, kişi nədir, oğlan nədir, sən özünlə məşğul ol. Burada onkologiya var, başa düşürsünüz, bu qayda bilər, İraq olsun. Qayıtsa neyniyəcək? Ondan sonra... Bu hələ kimi almalıdır. Sona xanım, hələ bu indi almasa 3-4 aydan sonra Arzuya ximiya yazacaqlar, müalicələr yazacaqlar. Yəni bu hələ gərək öz səhhəti ilə məşğul olsun. Soyundurup döyen adam lüt. Arzuya da bıçaq çıxardacaqdı. Vallahi mən də ondan qorxuram. Yeri gələndə başını da kəsəcəkdi. Deyir mən deyir Arzuda deyir qayğı görmüşüm. Mən sən 2 gündə nə qayğı görmüşsən? Allah göstərməsin. İndi Zaur qardaş bəlkə bir təhər ona başa salsın. Siz bəlkə Zaurla danışın ki, bax belə başa salsın Arzuya ki, bu icdiva heç lazım deyil ona. Qız özü ilə məşğul olmalıdır. Xanım, mən o günlərim eşdirsən, mən efirdə düşdüm. Elçin müəllimə dedim ki, mən istəyirəm Zaur müəllimin yanına girəm. Bir-iki kəlmə sözüm var. Qayıtdı dedi ki, telefonla danışır. Başı yaman qarışıqdır.
Mən Aha. o saat dedim yəqin Natiq doktorla danışır ki, qoy bunun müalicələrini eləsin. Mənim də elə imkanım yoxdur ki, mən ona iynə dərmanını alam. Hə də. Natiq doktor eləyəcək də, nə lazımdır eləyəcək də. Gördünüz mən orada yalvardım ki, ay Zar müəllim, sənin başına dur, nə olar? Qoymayın Arzunu ölməyə. Mən dedim. Gördüm, Sona xanım, Mən gördüm. ağladım orada hətta ki, mən balam əldən gedir. Bu şərəfsiz hardan gəldi, çıxdı, mən bilmirəm. Bu şərəfsiz. Bunu mən ayıra bilmirəm, da ayıra bilmirəm. İndi bu arzuya nə təri başa salmaq olar ki, ayrıl ondan. Heç nə o birisi, sən kişi xeylaq